Sonra da icra hakimiyyəti qayıdıb deyir ki, bəs qərəzli şəkildə bizim fəaliyyətimizə kölgə salınır. Mən yaxşı hallarda işıqlandırıram gördüyünüz kimi. Yardım rayonunda, respublikada, bəlkə də dünyada analoq olmayan 3D formatda yol çəkilib. Yolla elə effekt verilib ki, sanki yol uçub. Baxın, gördüyünüz kimi yaxınlaşım bir dənə. Elə görsənir ki, yol uçub. Amma əslində burada uçun yoxdur. Gördüyünüz kimi, bax. Yəni, Yaponiya, Çin, dünyanın qabağda gedən ölkələri hələ yəni bu səviyyəyə gəlib çatmayıblar ki, belə. Yəni, onlar da 3D formatda olan yollar inşa edilir, piyada keçidləri düzəldir, amma bizim yardımlı icra hakimiyyətinin özünün xüsusi səyi, eləcə də memarlıq şöbəsinin yəqin ki, bu işdə az da olsa yardımlı rayon yol idarəsinin də mühəndislərinin xüsusi bacarığından istifadə olunub. Gördüyünüz kimi mən pozitiv düşüncəli adamım, yəni obyektiv adamam, yaxşı hallarda çəkib göstərirəm. Bunlar hamısı xüsusi işıqlı məlumatlandırıcı və işığı əks elətdirən bardurlardır. Sadəcə olaraq bunlar xüsusi işıq düşəndə üstünə, maşın işıqları düşəndə çox bəzəkli formada görünür. Belə görünməyinə baxmıyor. Yəni, belə memarlıq işləri, belə eksklüziv işlər ancaq yardımlı rayon icra hakimiyyəti tərəfindən. Və hələ bir şeyi göstərimsə, baxın, görürsünüz, təhlükəsizlik zolağıdır bu. Xüsusi qırmızı lentdir. Sadəcə olaraq, bax, gözlə görünəndə qırmızı lentdir bu. Sadəcə olaraq belə yaxından gəlib telefonla çəkəndə görürsən ki, yanmış məftilə oxşuyur, amma bu qırmızı teldir. Öpürəm sizləri.